Sabahın xeyir olsun, değerli əmmimoğlu, çox değerli ağsaqqalım, değerli avtomobil müəllim, əmmimoğlu. Səni salamlayıram Bakı şəhərindən. Bugün sizin doğum gününüzdür, bugün sizin yubileyinizdir. Mən sizi səmimi qəlbdən öz ailəmiz adından, şəxsən öz adımdan, bizim İbiş icmasının WhatsApp qrupu adından səmimi qəlbdən təbrik edirəm. Əmoğlu, sən 70 ili necə yaşayıbsan şərəfinlə, namus qeyrətinlə, Allah taladan sən Allah'ın verdiği ömrü o cürdə yaşamağı arzulayıram. Sən gözəl əmoğlusan, gözəl ağsaqqalsan, gözəl ziyalısan, gözəl müəllimsən. Səni mən çox istəyirəm. Bütün Allah'ın verdiği nemətləri sizdə yaranıbdır. Gözəl övladların, nəvələrin var. Yəqin ki, böyün onlarla bərabər bir yerdə qeyd eləyəcəksiniz. Mən səhər özümə borc bildim ki, mənim ağsaqqalım, tayfamızın, nəslimizin ağsaqqalı, avtomobil müəllimi, səmimi qəlbdən təbrik edəm. Sənə uzun ömür, can sağlığı arzulayam. Həyat yoldaşımla bərabər bircə yaşayasınız. Allah sizlərə həmişə var eləsin. Sizlərə can sağlığı, Allah talanın verdiği en büyük nimet olan can sağlığı, uzun ömürler arzulayıram. Necə yaşamışsınızsa bu cürdə yaşamanızı Allah'tan diləyirəm. Əmoğlu, səmimi qəlbdən təbrik edirəm. 70 yaşın mübarək olsun. O sıfırda atsaq, deyək ki, 7 yaşın mübarək olsun. Öpürəm səni ki, səmimi qəlbdən deyirəm. Öpürəm, bağrıma basıram. İnşallah bunu WhatsApp qrupunda da yəqin ki, uşaqlar artıq təbriklərə başlayıblar. Bu mənim video təbrikim də həmin WhatsApp qrupundan yayınlanacaqdır. Allah tala sizə can sağlığı qismət eləsin. Və bir də mən indi imkan olacaq, çox güman ki, Amasya TV-də sizin təbrikinizi, mənim təbrikimi yayımlayacaqlar və sənin ən çox istədiyin gözəl bir mahnı var mən bildiyimə görə. Sudan gələn sürməli qız mahnısında xahiş edəcəm Amasya TV-nin əməkdaşlarına sənin şərəfinə səsləndirsinlər. Doğum günün mübarək olsun, əziz əmmioğlu. Gözlerine baxıram, ürəyim qanadlanır.